Investaz Investa şirkəti sizi salamlayır. Bazar ertəsi Avrozonanın istehsal və xidmət sektorlarında biznes aktivliyi indekslərinin açıqlanmasından sonra avron dollara nisbətən qiyməti qismən bahalaşsa da, ümumilikdə dünya birjalarında zəif hərəkətlilik müşahidə olunub. Avron dollara nisbətən məzənnisi isə bugün Asiya sessiyasında 1 dolar 0,870 sent ətrafında ticarət olunub. Eniş trendi üzrə növbəti hədəflər isə 1 dolar 0,800 və 1 dolar 0,730 sentdir. Eyni zamanda bugün Bakı vaxtıyla saat 12:00-da Almaniyanın biznes mühitini ölçən IFO, saat 18:00-da isə Amerikada istehlak güvəni indekslərinin açıqlanması gözlənilir. Eyni zamanda S&P mənzil qiymətləri indekslərində illik artım da dolar dünya birjalarının bahalaşmasına təsir edə bilər. Digər tərəfdən Böyük Britaniya və Avropa Mərkəzi banklarının rəhbərlərinin də çıxışları gözlənilir. Investaz Investa şirkəti sizə yatırımlarınıza uğurlar arzulayır.